Herkese salam. 2025 RIFO YYG yarım final riyaziyyat suallarının izahına baxırıq. Postada bildirdiyim kimi, bəzi suallarda şərtdə və ya həldə, yəni cavablarda problem olduğuna görə onları artıq redaktə edilmiş versiyasını paylaşmışam. Yəni məsələn, birinci sualda şərtdə problem var idi. İkinci sualdan davam edirik. Bizə belə bir tənlik verilib, tənliyin həllərinin cəmini bizdən istəyir. İndi biz 15 vurulsun mənfi 3x-i əvvəlcə 2 yazaq. 5 üstü x kubu çıxılsın 17x kvadratı üzərinə gəlsin 20x çıxılsın 3 bərabərdir 15-i belə yaza bilərik. Deməli 3 vurulsun 5 kimi vurulsun 3 üstü mənfi x. Bu da nə deməkdir? 3 üstü 1 çıxılsın x vurulsun 5 üstü 1 deməkdir. Və deməli bunu biraz da sadələşdirməyə ehtiyacımız var. Ona görə gəlin loqaritma 3-cü əsasdan alaq. Loqaritma 3-cü əsasdan bu ifadə, yəni 5 üstü x kubu çıxılsın 17x kvadratı plus 20x çıxılsın 3 bərabərdir loqaritma. Deməli artıq burada 5-i digər tərəfə keçirib birbaşa 4 yazaq gəlin. Bu da bərabərdir loqaritma 3-cü əsasdan 3 üstü 1 çıxılsın x-ə. Deməli, birinci ifadənin olduğu kimi yazaq. Loqaritma 3 əsasdan 5 üstü x kubu çıxılsın 17x kvadratı plus 20x minus 4. Və loqaritma 3 əsasdan 3 üstü 1 çıxıl x-də bərabərdir 1 çıxılsın x-ə. İndi bizdə qüvvəti qarşıya ata bilərdik. Belə bir xassəmiz var loqaritmada. Bu da eləyəcək x kubu çıxılsın 17x kvadratı plus 20x çıxılsın 4 vurulsun loqaritma 3 əsasdan 5 və bu da bərabərdir 1 çıxılsın x-ə. Düzdürmü? İndi bunu da belə yazacağıq. Ən son x kubu çıxılsın 17x kvadratı plus 20x çıxılsın 4 bərabərdir nəyə? 1 çıxılsın x bölünsün loqaritma 3 əsasdan 5-ə. Və yekun olaraq da bunu digər tərəfə açsaq, alınacaq x kubu çıxılsın 17x kvadratı plus 20x minus 4 çıxılsın, deməli 1 çıxılsın x bölünsün loqaritma 3 əsasdan 5 bərabərdir 0-a. Və ümumiləşmiş teoreminə görə tənliyin həlləri cəmi ən böyük dərəcəli bir həllidən sonra gələn bir həllinin əmsalının əksinə bərabərdir. Yəni x kubundan sonra gələn mənfi 17x kvadratının əmsalının əksi, yəni mənfi 17-nin əksi 17-yə bərabər olacaq. Yəni doğru cavab C variantıdır. Keçək növbətisinə. Deməli, baxırıq 3-cü sualımıza. Bizə deyir ki, P ilə Q sadə ədədlər çoxluğundadır. X üstü 2015 çıxılsın P x üstü 2014 plus Q bərabərdir 0-a. Tənliyin köklərindən birinin tam ədəd olduğu məlumdursa, P üzərinə gəlsin Q-nü tapın. İndi baxırıq ki, baxın, birinci həddə baxırıq, 2-yə baxırıq və bərabəriyə baxırıq ki, bunların hər biri məlumunuz üzrə x-ə tam bölünəcək. Deməli, buradan çıxır ki, Q tam bölünməlidir x-ə. Doğrudurmu? Deməli, Q x-ə tam bölünürsə, bu zaman x Q-nün vuruqları olacaq. Yəni, mənfi 1, 1, Q və mənfi Q-dən 1 olmalıdır. İndi deməli, bir-birgənin yerinə qoyaq. Birinci, məsələn, mənfi Q-nü gətirib qoyaq yerinə. Mənfi Q üstü 2015 çıxılsın P Q üstü 2014 üzərinə gəlsin Q 0 olmalıdır. Ancaq bunu tənliyin həlli yoxdur. Niyə? Çünki sağ tərəflə sol tərəf və ya bu vuruqların hər biri eyni modda eyni qalığı verməlidir. Amma bunların hər biri Q kvadratına bölünür, lakin bu bölünmür deyə. Deməli, bu bizim kökümüz ola bilməz. Q də eyni şəkildə olmayacaq. İndi mənfi 1 ilə 1-ə baxsaq, aşkardır ki, eyni həllər alacağıq. Yəni, i yazaq, birinci ehtimal. Mənfi 1 çıxılsın və yaxud hal plus Q bərabər olmalı 0-a. Buradan da Q bərabərdir P plus 1-ə. Bunlar sadə, doğrudurmu? Və sadə ardıcıl ədədlər hansı 3 və 2? Q deməli 3-dür, P-də 2-dir. Yəni doğru cavab 5B variantı. Baxaq 4-cü və növbəti və həndəsə sualımıza. Deməli bizə ABC üçbucağı verilmişdir. Bura olsun A, bura olsun B, bura olsun C.
Və bizə deyir ki, B-dən AC-yə BH hündürlüyü endirildi bu şəkildə. Və o da bizə deyir ki, o da nədir? Deməli, xaricə çəkilmiş, tutbucağın xaricə çəkilmiş çevrənin mərkəzidir. Fərz edək ki, HO BC-nin ortasından keçir və BC 20/2-dir. Yəni, buranı bizə 20/2 verib. AC-ni bizə ümumi olaraq 35 verib. AB X-dir. İndi deməli, buradan biz baxsaq, buranı bizə perpendikulyar vermişdir və həmçində bunlar bir-birinə bərabərdir. Məlumunuz üzrə. Burada 90, yəni təpədən çəkən hündürlük həm tənbələn, həm mediansa, deməli bu bərabər yanlı tutbucaq. Deməli, bura 45-dir. Burada eyni şəkildə 45-dir. Və buradan kiçik bir tutbucaq çəkək. Əgər bucaqlar 90, 45 və 45-dirsə, bu zaman 90-ın qarşısındakı katet x/2-dir. 45-lərin qarşısında isə müvafiq olaraq x olacaqdır. Deməli, bura 20/2-dirsə, tərəflər də uyğun olaraq bura 20, burada 20 olacaq. İndi bura ümumi 35 olduğundan bura 15-dir. Deməli, hansı üçbucaqda? ABH üçbucağında Pifaqor tətbiq eləsəniz, 20-15 katet, digəri də 25 olacaq. Yəni doğru cavabımız C variantı olacaq. Keçək 5-ə. Deyir ki, ifadəsinin qiyməti aşağıdakılardan hansına bərabərdir? Aşkardır ki, 1, 2, 3, 4 olamaz, 0-dır. Amma gəlin baxaq, niyə? Yəni, bunların fərqi 0-dırsa, deməli, bunlar bir-birinə bərabər olmalıdır və biz bunu gəlin göstərək. 4 üstü 3-cü dərəcədən loqaritma 2 əsasdan 3-ün kvadratı bərabərdir 9 üstü 3 əsasdan loqaritma 3 əsasdan 2. İndi bunu isbat eləməliyik. Deməli, bundan öncə mən sizə deyim ki, loqaritmanın xassələrindən biri də budur ki, loqaritma əsasdan B ilə B əsasdan A-nın hasili 1 idi. Yəni, fərz edik ki, sanki belə bir ixtisar gedir və 1-ə bərabərdir. Deməli, gəlin bunu loqaritma 2 əsasdan hər tərəfi 2 əsasdan loqaritmalıyaq. Anlayacaq 2 əsasdan 3-cü dərəcədən loqaritma 2-nin daha doğrusu 2 əsasdan 3-ün kvadratı bərabərdir 2 vurulsun 3 əsasdan loqaritma, yəni 3-cü dərəcədən daha doğrusu loqaritma 3 əsasdan 2. Burada 2-lər gedəcək. İndi biz bu 2-ni içəri atsaq, bir də burada vurulsun nə var idi? Loqaritma 2 əsasdan 3 var idi. Tamam, 2-lər getdi, düzdürmü? Deməli, bizə bu ifadə qaldı və qaldı ki, deməli, loqaritma 2 əsasdan 3, 3-cü dərəcədən bunda kvadratı bərabərdir. 3-cü dərəcədən loqaritma 3 əsasdan 2 vurulsun bu ifadə. İndi bunun gəlin içəri ataq, yəni kökün içərisini ataq. Bu zaman loqaritma 2 əsasdan 3 kuba alınacaq. Mən də bunu belə parçalayıram. Loqaritma 2 əsasdan 3 vurulsun loqaritma 2 əsasdan 3-ün kvadratı şəklində yazdım. Və mən sizə belə bir qeyd dedim və yaxud ki, bu 1-ə bərabərdir. Bu da eyni şəkildə sanki belə bir ixtisar gedir, 1-dir. Və bizə də baxın, buradan da göründü ki, bu ifadələr bir-birinə bərabərdir. Yəni, A variantı olduğunu isbat eləmiş olduq. Baxırıq 6-cı suala. Bizə deyir ki, x, y müsbət tam ədədlərdir. Y 2015-dən kiçik bərabərdir və bizə bu ifadələr verilib. Y bölünsün 2-nin ən böyük qiymətini bizdən istəyir. Gəlin bunu belə yazaq, bu ifadəni. Deməli, x kvadratı plus 2x plus 2 yazaq. Çıxılsın x plus 1 şəklində yazırıq. Bunu da belə yazaq. X kvadratı plus 2x plus 2 üzərinə gəlsin. X plus 1 şəklində yazıram. Bu da bərabərdir nəyə? Baxın ki, ifadənin A kvadrat çıxaq B kvadratına gəldi. Yəni, x kvadratı plus 2x plus 2-nin kvadratı çıxılsın. X plus 1-in kvadratı alındı. Deməli, bunu da belə yaza bilərik. Yəni, bunu da belə yazaq. X kvadratı plus 2x plus 1-i x plus 1-in kvadratı plus 1 şəklində yazıram. Yəni, x plus 1-in kvadratı plus 1 yazdıq. Çıxılsın. Burada da x plus 1-in kvadratı idi onsuz. Və biz bunu atsaq, alınacaq ki, x üstə gəlsin 1 üstü 4. Üzərinə gəlsin, x üstə gəlsin 1-in kvadratı plus 1. Bu da bizə bərabər vermişdi. Y kvadratı plus y plus 1-ə. Və biz də gəlin x plus 1-ə bir
t deyək. Bu zaman buradan yazaq. X plus 1 üzərinə 4 t kvadrat alınacaq. Plus t plus 1 bərabərdir y kvadratı plus y plus 1'ə. Bunda vuruqları ayırsanız t çıxılsın. Bunlar gedəcək. T çıxılsın y vurulsun t plus y plus 1 sıfırdır. Ya t y-ə bərabərdir, ya da cəmləri mənfi 1'dir. Və buradan da biz görürük ki, bu hal olmaz. Yəni y t-yə bərabərdir mütləq ki. Yəni bu da deməkdir ki, t nə idi? X plus 1'in kvadratı. Y x plus 1'in kvadratına bərabər olmalıdır. Və y-də 2015-dən kiçik bərabər idi. Ən böyük qiymət soruşduğuna görə bu maksimum 44'ün kvadratı ola biləcək. Və buradan da y bölünsün nə istəyirdi? Bizdən 2'ni istəyirdi. Bu da eləyəcək 44'ün kvadratı bölünsün 2. Bu da bərabərdir 968'ə. Yəni bizim doğru cavabımız olacaq B variantımız. Baxırıq 7-yədir. Eyni müəllifin 1-dən 7-yə qədər nömrələnmiş kitablarını 2 ilə nömrələnmiş kitab 1 və 3 ilə nömrələnmiş kitablar arasında olacaq şəkildə neçə fərqli üsulla kitab rəfinə yerləşdirmək mümkündür. Baxın, belədir. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3-ə bir əşya kimi yanaşmalıyıq. Yəni bu zaman mümkün ümumi halların sayı 5 faktorialdır. Yəni bu qədər yer dəyişməlidir və bizdə də 1, 2 ortada olacaq deyir. Yəni ya 1, 2, 3-dür, ya da 3, 2, 1 olacaq. Düzdürmü? Yəni burada da 2 faktorial yer dəyişmə olacaq. Deməli, bunların da hasili 120 vurulsun 2-dən 240 eləyəcək. Yəni C variantımız. 8-ə baxaq, nisbətən asan sualdır. 4'ü 2 üstü 2 yazırıq. 2 üstü 2 üstü x üzərinə gəlsin. 3 üstü 2 üstü x üzərinə gəlsin. 7 üstü 2 üstü x bərabərdir. 2 üstü x vurulsun, 3 üstü x yazıram. 6 üstü x'i belə yaza bilərik. Üzərinə gəlsin. 2 üstü x vurulsun, 7 üstü x üzərinə gəlsin. 3 üstü x vurulsun, 7 üstü x şəklində yazdıq. Və gəlin buna bir a deyək, buna bir b deyək, buna da bir c deyək. Yəni daha doğrusu bu da 3 üstü x, 7 üstü x, 2 üstü x dedim. Çünki burada da müvafiq olaraq o hədlər var. Buradan alınacaq ki, a kvadratı plus b kvadratı plus c kvadratı bərabərdir ab plus ac plus bc-yə. Və siz buradan görəcəksiniz ki, bu yalnız hədlərin bərabər olduğu zaman mümkündür. Amma gəlin isbatını verək ki, tam aydın olsun, bu hissədən verək. Deməli, hər tərəfi, deməli bu ifadə idi. A kvadratı plus b kvadratı plus c kvadratı bərabərdir ab plus ac plus bc-yə. Yəni burada hər tərəfi 2'yə vursaq, 2a kvadratı plus 2b kvadratı plus 2c kvadratı bərabərdir 2ab üzərinə gəlsin 2ac üzərinə gəlsin 2bc-yə. Deməli, bu zamanda deməli biz digər tərəfə açsaq və a kvadratını məsələn birini belə yazırıq. A kvadrat çıxaq 2ab plus b kvadratı. Sonra belə yazırıq. A kvadratı çıxaq 2ac üzərinə gəlsin c kvadratı. Üzərinə gəlsin deməli c kvadratı plus b kvadratı çıxaq 2bc 0. Və buradan da alırıq ki, a çıxaq b-nin kvadratı plus b çıxaq c-nin kvadratı plus a çıxaq c-nin kvadratı 0'dır. Və kvadrat, yəni kvadrat olanda bunlar bilirik ki, hər biri 0'dan böyük bərabərdir. Yəni bunlar da ümumiyyətcə 0'a bərabər olmalıdır. Buradan a bərabərdir b, b bərabərdir c. Yəni bu halı aldıq. Yəni 2 üstü x bərabərdir 3 üstü x-ə, bu da 7 üstü x-ə. Yəni hər biri 1'ə bərabər olmalıdır. Qısacası x 0'dır və bizim də neçə həllimiz var? Yalnız bir həllimiz var. Yəni B variantı. Keçək 9'a. İfadənin qiymətini hesaplamalıyıq və ilk öncə bu qeyddə verib. Sinus pi bilirik ki 180 dərəcədir. Pi bölək 9 20'dir. Bu da 40 dərəcə olacaq. Gəlin ilk öncə gözə daha yaxşı xitab eləsini elə yazaq. Sinus 20 dərəcə üzərinə gəlsin 1 bölünsün kosinus 20. Və mən burada əvəzə mən nə aparacağım? Yəni 1 bölünsün kosinus alfanı artıq yazacağım yerinə. Deməli olacaq 1 bölünsün kosinus 40. Tamam, deməli davam edək. İndi bunları toplasaq alınacaq 4 vurulsun kökdə 3 vurulsun kosinus 20 üzərinə gəlsin 1 vurulsun sinus 20, yəni sinus 20. Məxrəcdə də nə olacaq? Mən hər tərəf 4'ə vurdum bu arada.
İndi səbəbi nə deyəcəm? Kosinus 20 vurulsun, sinus 20 vurulsun, kosinus 40. Hər tərəfi elə bil bu ifadə alınır və sonra da hər tərəfi mən 4-ə vururam. Çünki niyə mən bu düsturu bilirəm ki, 2 sinus alfa kosinus alfa nəyə bərabərdir? Sinus 2 alfa. Yəni bunu almaq üçün. Yəni biz burada ifadə alırıq ki, bu nəyin açılışıdır? Sinus 80-in. Yəni burada bir sinus 40 yaranır. 2 vurulsun sinus 20 kosinus 20 bizə verir sinus 40-ı. Sonra 2 vurulsun sinus 40 kosinus 40 da sinus 80 verir. Yəni bu şəkildə. Deməli bunu belə yazdıq. Sonra sürəti də belə yazırıq. 4 vurulsun 2 vurulsun kök altda 3 bölünsün 2 vurulsun kosinus 20 üzərinə gəlsin 1 bölünsün 2 vurulsun sinus 20 şəklində yazıram. Məxrəcdə isə var sinus 80. Deməli bura 8-dir. Kökdə 3 bölü 2-ni biz nə yaza bilərik? Sinus 60 kosinus 20 üzərinə gəlsin kosinus 60 sinus 20. Yəni biz burada trigonometrik düsturlara gətiririk ki, işimiz asanlaşsın. Bu da sinus 80. Bura nəyin açılışıdır? Sinus alfa plus beta. Yəni sinus 80'in. Sinus 80'lər buradan yazım. Sinus 80'lər gedəcək. Cavabımız olacaq 8. Yəni doğru cavabımız D variantı olmuş olacaq. Sonra ona baxaq. Elə ən kiçik müsbət tam n ədədini tapmalıyıq ki, bunlar kvadrat ədəd olsun. Yəni n məsələn bir a kvadratı deyək, n plus 2015 də olmalıdır b kvadratı. Yəni b kvadrat çıxaq a kvadratı 2015'dir. Müxtəsərlə açsaq b çıxaq a vurulsun b plus a olmalıdır. 31 vuraq 13 vuraq 5, yəni 31 vuraq 65 şəklində. A da buradan tapsız, yəni ən kiçik qiymətini mən hesablayıram. 65 çıxılsın 31 bölünsün 2-dən 17 olacaq. Yəni doğru cavabımız və bizdən də a nəyə demişdik? Yəni n'in a-nın kvadrat demişdik. Bizə n istəyirdi də. Bu da deyəcək 289. Keçək 11-ə. 1-ə. ABC tutbucağının daxilinə çəkilmiş çevrənin mərkəzi üzr istəyirəm, i nöqtəsidir. I və B nöqtələrindən keçən çevrə AB və BC-nə uyğun olaraq N və N-də kəsir. AC 10'dur. AM ilə C-nin cəmini bizdən istəyir. Deməli, biz buradan gəlin belə bir xəttlər çəkək. Yəni daha doğrusu radiusları çəkirəm. Buradan da bir perpendikulyar endirək. Həmçinin buradan da bir perpendikulyar endirmiş olaq. Bunlar da radiuslardır. Deməli, buradan da i ilə B-ni birləşdirək, daha doğrusu. Açıqdır ki, aydındır ki, bu IB tən böləndir. Yəni, bura alfadırsa, burada alfadır. Bunu qeyd edək. Bəli, belədir. Deməli, məsələn, biz buranı düzgün birləşdirək. Bura bir K desək, burada bir K olacaq. Və həmçinin, məsələn, bura bir T desək, burada E ilə T olacaq. Yəni biz bunu buradan tapdıq. İndi bundan sonra IB-nin tən böləni tapdıq. Deməli, başqa işarələmələrdən istifadə edək. Bura T dedik. Məsələn, biz gəlin AM-ə bir Y deyək. Burada məsələn bir P nöqtəsi olsun. Burada olacaq Y. Burada Y olmalıdır. Burada olsun Y çıxaq T. Burada x deyək, toxunan olduğuna görə burada x-dir, yəni toxunanlar bərabərdir. Bunu bilirik. X-dir. Və bizə də buranı 10 vermişdir, düzdürmü? Və biz buradan görürük ki, y çıxaq t ilə x plus t-nin cəmi bizə soruşulur. Yəni a-ın plus c-nin məsafəsi də y çıxılsın t, üzərinə gəlsin hansı məsafə c-n, x plus t. Deməli, bu da bizə nə verəcək? X plus y. X plus y də bizə nə vermişdi? 10. Yəni, doğru cavabımız 10'dur A variantı. Keçək 12'yə. Deməli, bizə belə bir ifadə verib. X1, X2, X7-yə kimi ədədlərin cəmi 15'dir. I də bu aralıqdadır. Xi də bizə verib ki, 1 ilə 3 aralığında yerləşir. Gəlin belə bir x-ini belə bir əvəzəm eləyək. 1 üzərinə gəlsin y i şəklində. Bu zaman y1, y2, y7-yə kimi cəm olacaq 8, düzdürmü? Və bu arada da y-ini biz 0 ilə 2 arasında götürürük. İndi burada hansı qiymətləri ala bilər ona baxırıq.
birincisi 4 dənə 2 ola bilər. Yəni bax bu cəmə baxıram. 4 dənə 2 ola bilər. Yəni burada, yəni kombinezon 7-dən 4 dənə seçirəm bunu. Üzərinə gəlsin. İndi 3 dənə 2 olsun. Kombinezon 7-dən 3. 3 dənə 2 isə 2 dənə 1 olmalıdır, düzdürmü? Yəni bunları da kombinezon 4-dən 2 ilə seçə biləcəm. Sonra olsun 3 dənə 2. 3 2-yə baxdıq, düzdürmü? 2 dənə 2 olsun. Kombinezon 7-dən 2 vurulsun. Kombinezon 5-dən 4. En sonunda kombinezon 7'den 1 vurulsun, kombinezon 6'dan 6. Bunu hesaplasaq alınacaq 7 vuraq 6 vuraq 5 bölünsün 3 faktorial. Üzerine gəlsin 7 vuraq 6 vuraq 5 bölək 3 faktorial plus vurulsun, daha doğrusu 6 üzerine gəlsin. Deməli bura 21 vurulsun 5 plus 7. Bu da eləyəcək 35 plus 210 üzerine gəlsin 105 üzerine gəlsin 7. Bu da bize verecek 357. Yani doğru cevap C. Keçirəm. Keçirik deməli hansı sual? 13-14 səhv idi. Məncə 15-ə keçirik. 15-in şəklindən düzəldim. Bu şəkildə idi sualımız. ABCD trapesiyasının daxilinə çəkilmiş çevrə AD və BC oturacaqlarına uyğun olaraq M-də toxunur. AM 9-dur, MD 12-dir, BN 4-dür, NC-ni bizdən istəyir. Yəni bura bir X deyək. Deməli, gəlin burada n ilə m birləşdirək və aydındır ki, bunlar nədir? Perpendikulyardır. Yəni hündürlükdür. Deməli, bura 9-dur, burada 12-dir. BN-i bizə 4 verib. Eynən gəlin buradan da bir dənə belə bir xətt çəkək. Yəni hündürlük daha doğrusu çəkək. Perpendikulyar endirək. Bura 4-dür. 9 olduğuna görə, dəqiqə düzəldim. 9 olduğuna görə bura 4-dürsə deməli bura olacaq 5. İndi bura 4, bura 5'dir. Burada bir x desək, bu hissəyə. Buradan da bir dənə gəlin hündürlüyü endirək. Eyni şəkildə paralel olaraq. Bura x, burada olsun 12 çıxaq. X, düzdürmü? 12'dir çünki ümumi. Bura m dedik, burada gəlin h deyək. Deməli 4, 4, 5. Deməli bizə MD-ni də 12 verib. MD hansıysa da MD burada 12'dir. Sonra deməli bize nə verib başqa? Bura 4. Aha, bura ümumiyyətcə 9-sa deməli burada 9-dur, burada 4-dür. Yəni bura 13-dür, bura 5, deməli bura 12-dir. Bura 12-dirsə burada 12-dir, bura 12-dirsə burada 12-dir. Bura 12 çıxaq x-dir və paralel şəkildə də burada olmalıdır 12. Çünki burada x-dir eyni şəkildə. Deməli aha, figurumuz artıq tam hazırdır. Bizdə gəlin Pifagor tətbiq edək bu üçbucaqda. Pifagora görə 12'nin kvadratı üzərinə gəlsin 12 minus x-in kvadratı bərabər olmalıdır 12 plus x-in kvadratına. Aydındır ki 12 9 5 3 idi, yəni x 3'dür. Görməsəniz açıb hesab edə bilərsiniz. Yəni bunu ayrıca müxtəsərlə açıb hesablamaq da istəsəniz ola bilər. Yəni A variantıdır. Keçək 16-ya. X, y həqiqi ədəddir, real ədəddir. Şərt ödənir. X kvadratı plus y kvadratının ən böyük qiymətini istəyir. Deməli, hər tərəfi gəlin çevirək. 2x kvadratı plus 2y kvadratı çıxaq 2x çıxaq 2y çıxaq 2xy bərabərdir 0-a. Bunu vuruqlara ayıraq. Yəni x kvadrat çıxaq 2xy plus y kvadratı şəklində yazdım. Üzərinə gəlsin x kvadratı çıxaq 2x plus 1 üzerine gəlsin y kvadrat çıxaq 2y plus 1. Bunu hardan aldım? Hər tərəfin üzərinə 2 gələrək, yəni çalındı. Burada dalında x çıxaq y-in kvadratı üzərinə gəlsin x çıxaq 1-in kvadratı üzərinə gəlsin y çıxaq 1-in kvadratı 2. Bizdən ən böyük qiymət deyir. O zaman buranı 0, buranı 1, buranı 1 götürsən ən böyük qiymət alarıq. Yəni x, y hər biri 1'dir. Yəni 2 vurulsun x çıxaq 1'in kvadratı 2'dir. X çıxaq 1'in kvadratı 1'dir. Buradan, bunu bu tərəfə atıb yazmalıydıq. Buradan da x çıxaq 1'in deməli 1, x-in də 2, y-in də 2 olduğunu tapırıq. Təbii ki, bunun 1 çıxaq x-in 1, yəni x-in 0 olduğu halda var, amma bizdən ən böyük hal istəyirdi. 4 ilə də deməli 4'ün cəmi 8 D variantı. 8-ə keçdik. X, Y, Z daxildir müsbət tam ədədlərə. Bizə bu bərabərliyi verib x-in mümkün ən kiçik qiymətini istəyirdi. İndi burada hər tərəfi biz kvadrata yüksəldəcəyik. X üzərinə gəlsin 2 çəkatda 2015 bərabərdir y plus z plus 2 çəkatda y z.
Bərabərlik varsa, deməli, rasional hissələr ayrılıqda bərabər olmalıdır. İrasional hissələr isə, işarələyim. İrasional hissələr isə ayrılıqda bərabər olmalıdır. Yəni y plus z x-dir və y z də 2015-dir. 2015 nədir? 31 vurulsun 65 şəklində yazıla bilər. Ən kiçik qiymət istəyiriksə, ən kiçik qiymət də bunların cəmindən 96 alınacaq, yəni B. 19-cu suala. Bərabər yanlı ABC üçbucağında B 120 dərəcədir. M-dən AC-də elə götürülüb ki, MBC 30-dur. Deməli, radius daxil çəkilmiş 15 plus 5 kökdə üstü BMC-nin daxil çəkilmiş çevrən radiusu nə qədərdir? Deməli, buradan radiusu çəkək. Bura radiusumuzdur, düzdürmü? Radiusu da bizə verib 15 üzərinə gəlsin 5 kök altda 3 şəklində. Və biz burada görürük ki, bura 30, bura 90, bura 60, düzdürmü? Biz əgər məsələn bura 30-un qarşısına bir x desək, 60-ın qarşısı x kökdə 3 olacaq, burada olacaq 2x şəklində. Və r də bərabər idi a plus b minus c-nin yarısı. Yəni x plus x kökdə 3 çıxaq 2x-in yarısı. Bu da bizə nəyi verir? 15 plus 5 kök altda 3'ü verir. Yəni x vurulsun kök altda 3 çıxılsın 1 bərabərdir 30 üzərinə gəlsin 10 kök altda 3-ə. X bərabərdir 30 üzərinə gəlsin 10 kök altda 3 bölünsün kök altda 3 çıxaq 1-ə. İndi gəlin 10 kök altda 3-ü mötərizə xaricdən çıxaraq vurulsun kök altda 3 plus 1 bölünsün kök altda 3 minus 1. Bunun qoşmasına vursaq, yəni kök altda 3 plus 1'ə vursaq, burada 2 alınacaq, burada bunun kvadratı alınacaq. Bunu da 2'yə bölsək nə alınacaq? 5 alınacaq. Yəni son olaraq belə bir ifadə alırıq x-in qiymətini. Bunu highlight edeyim. Tamam. Deməli, buradan bunu aldıq. Radiusu da tapdıq ki, 15 kök altda 3 plus 5 kök altda 3 vurulsun kök altda 3 plus 1'in kvadratına bərabərdir. İndi deməli nə edə bilərik başqa? Mən burada növbəti adlandırmalar eləyib. Məsələn, bura bir L nöqtəsi desək, burada bir F desək. Sonra buradan belə bir xəttlərlə birləşdirsək, bura 60 olacaq, müvafiq olaraq burada 30 olacaq. Yəni bura tam bölən olur, burada 30'dur. Bunlar da eyni olaraq bərabərdir. Və burada ümumi nədir? Yəni bunun kökdə 3 misidir də, bunu tapmışdıq. Bu da olacaq 15 vurulsun kök altda 3 plus 1'in kvadratı olacaq. Və BL ilə də BF bərabər olduğunu tapmışdıq. BL ilə BF bərabərdir. BL ilə BF bərabərdir və hər ikisi də 15 vurulsun kök altda 3 plus 1'in kvadratına bərabərdir. Eyni şəkildə bərabər yanlı üçbucaqdır. Yəni BA ilə BC də bərabər idi. İndi biz buradan FM'i, baxın burada M deyil, FM'i tapmalıyıq. Yəni FM bərabərdir suala. FM də deməli bərabərdir 5 kökdə 3 vurulsun kök altda 3 plus 1'in kvadratına. Yəni bu nəyə bərabərdir? 15, buna bərabərdir. Və bundan nəyi çıxmalıyıq da FM almaq üçün? Çıxmalıyıq. Deməli digərsən 15 vurulsun kök altda 3 plus 1'in kvadratı bölünsün 2'ni çıxmalıyıq. Və burada da son olaraq nəticəmiz alınacaq. 2'də 1 vurulsun 10 kök altda 3 vurulsun 15 vurulsun kök altda 3 plus 1'in kvadratı. Bu da bərabərdir 2'də 1 vurulsun 5 vurulsun 2 kök altda 3 deməli çıxılsın 3 4 plus kök altda 2 kök altda 3, yəni bunu açdım, bunu burada 5'i çıxartdım. Deməli vurulsun kök altda 3'ə. Alınacaq 2'də 1 vurulsun 5 vurulsun 6 çıxaq 3 kök altda 3 vurulsun 4 üzərinə gəlsin 2 kök altda 3. Bunu sadələşdirsək belə bir ifadə alınacaq. 2'də 1 vurulsun 5 vurulsun 2 vurulsun 3. Yəni buradan 3'ü buradan 2'ni çıxartdım. Vurulsun 4 çıxaq 3. Burada 2'lər getdi. Bu 1'dir 15. Yəni yekun cavab 15'dir. 15. Yəni D. Keçək 20'yə. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8-dən təşkil olunmuş 11'ə bölünən rəqəmlər müxtəlif olan 6 rəqəmli ədədlərin sayını tapın. Yəni bu şəkildə A, B, C, D, E, F.
11'ə bölünmə qaydasına görə plus, minus, plus qoyduqda, yəni bu ifadə bölünməlidir 11'ə. Yəni B plus D plus F çıxılsın A plus C plus Y mod 11'də 0 qalığını verməlidir. Buradan bunu tapdıq. Və birinci halda indi yəni ümumi hallar necə olacaq? B plus D plus F çıxılsın A plus C plus Y mənfi 11, 0 qalıqlarını verə bilər mod 11'də. İndi burada 0 verə bilməz. Niyə? 0 versə o zaman hər hansı birindən 2 ədəd alınacaq. Yəni 2-ni də nəyə vursaq, yəni cüt ədədi təkə vursaq cüt eləyir. Və bu zamanda görürük ki, bunun rəqəmləri cəmi 23'dür. Yəni tək ədəd alınmalıdır. Amma 0 qoysaq, yəni 0 qalıq versə cüt alınacaq. Deməli bu hal ödənmədi. İkinci hala baxsaq ki, B plus D plus F'in mənfi 11 və 11 olduğu hallara baxırıq. Bu zaman deməli ya 6 və 17 olmalıdır. Cəm 23 yəni mənfi 11 verirsə ya da 17 ilə 6 olmalıdır. İndi deməli birinci hal odur ki, əvvəlcə 6 cəmli verən ədədlər yalnız hansılardır? 1, 2, 3. Bunları 3 faktorialını seçirik. Digərlərini 3 faktorialını seçirik. 36. Eynən ikinci halda da 36 dənə olacaq. 36 vurulsun 2-dən burada olacaq 72. 21'ə keçək. Rəqəminin, ifadənin son 24 rəqəminin cəmini tapmalıyıq. Deməli bu zaman gəlin belə bir sadələşdirməliyik. 4'ü 5 çıxılsın 1, 6'nı 5 plus 1 kimi yazıram. Vurulsun 4 faktorialın kvadratı plus 6 çıxılsın 1 vurulsun 6 plus 1 vurulsun 5 faktorialın kvadratı plus 7 çıxılsın 1 vurulsun 7 plus 1 vurulsun 6 faktorialın kvadratı və s. da belə gedir. Yəni burada məntiqi tapaq, sonra davam edərik. 4 faktorial 1 kvadratda birini bura, digərini o tərəfə versək alınacaq 5 faktorial çıxaq 4 faktorial vurulsun 5 faktorial plus 4 faktorial vurulsun 6 faktorial vurulsun, yox, üzr istəyirəm, daha doğrusu arada toplama var göründüyü kimi, səhv gördüm, üzr istəyirəm. Çıxılsın 5 faktorial, üzərinə gəlsin 6 faktorial çıxılsın 5 faktorial, belə gedəcək 7 faktorial çıxaq 6 faktorial plus 7 faktorial plus 6 faktorial. Burada plusdur, yoxsa vurma. Bir dənə dəqiqləşdirim. Burada vurmaymış. Əvvəl düz yazdım. Özümü çaşdırdım. Tamam, vurmadı. Burada da müxtəsər əsasən, baxın, A çıxaq B-dən, A kvadrat çıxaq B kvadratı buradan yazıram. Yəni 5 faktorialın kvadratı çıxılsın 4 faktorialın kvadratı. Üzərinə gəlsin 6 faktorialın kvadratı çıxılsın 5 faktorialın kvadratı. Üzərinə gəlsin 7 faktorialın kvadratı, çıxaq 6 faktorialın kvadratı. Yəni bu məntiqli, düzdürmü? Burada göründüyü kimi, deməli bunların hamısı ixtisar gedir. Ən sona deməli 4 faktorial getmir bu arada. Ən sona sonuncu və ilk həddin fərqi qalır. Yəni burada da o şəkildə olacaq. Sonuncu hədd nədir? 51 faktorialın kvadratı çıxaq 41 faktorialın kvadratı qalacaq. 4 faktorialını üzr istəyirəm. Kvadratı qalacaq. Və indi burada son 24 rəqəmi burada aydındır ki 0'dır. Amma görə neçəsi 0'dır. Lejanderə görə də yəni bunu 5 ilə tapmalıyıq. Və bunun praktik üsulundan istifadə edirik. 15, 2. Artıq bölünmür. Və deməli 10 ilə 2'nin cəm 12 dənə burada 0 var. Burada kvadrat olduğuna görə 24 0 var arxasında. Yəni belə bir ədəd A-dır. Burada müəyyən qədər sıfırlar var və bundan da biz 4 faktorial 24, 24'ün kvadratını 576'ını çıxırıq. Və bu zaman belə bir ifadə olacaq. 9, 9, 9, 9, 4, 24. Yəni 21 ədəd 9 var və 4, 2, 4, 10'dur bir də. 10 üzərinə gəlsin 9 vuraq 21. Deməli 189 ilə onun cəmi 199 Y variantı olacaq. 22'yə baxaq. Tamam. 22'yə baxırıq. ABCD qabarıq dörtbucaqlısıdır. CB şu ACD-nin çəkişməsi M-dir. Əgər ACBD, BCB bəyan bərabərdir. Yəni burada alifalamışam, işarələmişəm.
isə MB ilə BC bərabərdirsə AD-ni tapın. Okay. Deməli, buradan gəlin belə bir paralel xətt seçək. Paralel xətt seçək. Və bu zaman burada simedyan yaranır. Yəni, burada da yazmışım. İstəsəniz simedyan nədir? Onun haqqında araşdırıb və ya buradan da qısa qeyd eləmişim, oxuya bilərsiniz. Bu hissələr burada müvafiq olaraq bərabər olacaq. Və eyni olaraq bucaqlar da bərabər olacaq. Məsələn, burada L deyək, burada P deyək. Müvafiq olaraq bütün hissələr bərabər olacaq. İndi uyğun olaraq buradan da çıxır ki, simedyan xassəsinə görə bura toxunan, çevrəyə çəkən toxunanlar da bərabərdir. Deməli, bunların hamısı 6 olacaq və AD-də müvafiq olaraq 6 olmuş olacaq. Yəni, Y variantı. Keçək 23-ə. Hər boşqabda ən azı 3 meyvə olacaq şəkildə o müxtəlif meyvəni 2 fərqli boşqaba neçə fərqli üsulla yerləşdirmək mümkündür. 2 boşqabımız var. Deməli, 10 meyvəni yerləşdirməliyik və ümumi halların sayı 210, 24 olacaq. Lakin biz 10, 0, 9, 1 və 8, 2 hallarını çıxmalıyıq buradan. 0, 10 olan hal 1 ədəddir. 1, 9 olan kombinezon ondan 9, 10 ədəddir. 2, 8 olan hal kombinezon ondan 8, 45 ədəd. Və bu ikisinə də aid olduğuna görə bunun cəmini 2-yə vurmalıyıq. 56-ı 2-yə vursaq 112. Bundan da bunu çıxmalıyıq və 912 edəcək də 24-ə keçək. Tənlinin həqqi həlli P və Q müsbət tam ədədlər üçün əbab P2 1-dir. P bölü 2 deməli şəklində ifadə olunursa P plus 2-nin cəmi neçədir? Birincini belə yazaq. X kvadratı, yəni daha doğrusu X çıxaq 2-nin kvadratı plus 1 üzərinə gəlsin 7 vurulsun 1 çıxaq X çıxaq 3-ün kvadratı şəklində üzərinə gəlsin. Digərində vuruqlara ayırsanız bərabərdir, daha doğrusu bərabərdir. 7 üzərinə gəlsin. Vuruqlara ayırsanız görəcəksiniz ki, bu X çıxılsın 3, X çıxaq 2, X çıxaq 5-in hasilidir. Və buradan da biz baxsaq, deməli X çıxaq 2-nin kvadratı çıxılsın 1, böyük bərabərdir 0-dan. Burada plus 1 deyil, çıxaqdır. Çıxaq 1 böyükdür 0-dan. Sonra 1 çıxaq X çıxaq 3-ün kvadratı da böyük bərabər 0-dan. Yəni, hər üçü böyük bərabər olmalıdır 0-dan. Bunların ortaq kəsişməsini təbii ki, tapmalıyıq. Birinciyə baxsaq burada ya X böyük bərabərdir 3-dən ya da kiçik bərabərdir 1-dən. Burada da X kiçik, yox, intervaldadır. 2 ilə 4-ün intervalındadır. İndi burada intervallar üsulunu həll eləyəsi olsaq 2, 3, 5-dir. 5-dən müsbət, yəni məsələn 6 qoysaq, bura müsbət olacaq. Növbələşmə olur eyni şəkildə və bizə müsbət lazımdır 2, 3 ilə, yəni X 2 və 3 intervalından X-dən böyük, 5-dən böyük bərabər olan intervallarda yerləşir. Bu şərtə baxası olsaq, bu ödəməyəcək, bu ödəməyəcək və bunlara da baxsaq görərik ki, həm 3-dən kiçik bərabər, həm böyük bərabərsə yalnız 3 ola biləcək bu ifadənin qiyməti. Yəni, X-imiz 3-dür. 3-ü də biz 1 bölək 3 kimi yazar. Üzr istəyirəm, 3 bölək 1 kimi yaza bilərik. 3 ilə 1-in cəmində 4, yəni A. Baxın, bu sualı mən artıq çoxluqları yazmışam. Çoxluğunu neçə fərqli üsulla kəsişməyən iki ad çoxluğu ayırmaq olar ki, hər iki ad çoxluğunda ədədlərin cəmi sadə ədəd olsun. Burada 8 vuraq 9 bölünsün ki, yəni 36 olmalıdır cəm və burada müvafiq olaraq yazılıb və buradan da seçilib. Yəni bunu baxarsınız 32 ədəd çoxluq yaratmaq mümkündür. 26-ya keçəcəm. 26-da bizə belə bir tənliklər sistemi verilir və bizdən bu ifadənin qiymətini istəyir. Bunu gəlin həndəs şərhlə həll edək. Kosinuslar teoremi ilə həll edə bilərik. Bu X xətti, bu Y xətti, bu da Z xətti olsun bu şəkildə. Qeyd edək. X, Z və Y. Deməli, burada da müvafiq olaraq bucaqlarımızı 120 dərəcə götürürəm. Tamam, indi xəttləri birləşdirək. Belə bir şəkildə. Tamam.
Baxın, burada deməli kosinuslar teoremindən görərsiniz ki, müəyyən hesablamalarla bura kökdə 27-dir, bura kökdə 16-dır, burada kökdə 43-dür. Burada ABC üçbucağı olsun müəyyən bir. Bunun da sahəsi göründüyü kimi, baxın, kök altda 27-nin kvadratını, kök altda 16-nın kvadratı, kök altda 43-ün kvadratını verir. Yəni bu düzbucaqlıdır. Deməli, bunun sahəsi nə olacaq? 6 kökdə 3 olacaq ona görə. İndi məsələn, bura S1, bura S2, bura S3 deyək. Bunların ümumi sahələri cəmi ümumi S-ə bərabər olmalıdır. İndi sahələrini də belə yazaq. 2-də 1 xz vurulsun, kök altda 3 bölünsün 2, yəni sinus 120-yə baxırıq. Üzərinə gəlsin 2-də 1 xy, kök altda 3 bölünsün 2, üzərinə gəlsin 2-də 1 yz, kök altda 3 bölək 2, bunu da bizə 6 kökdə 3 verir. Buradan da hesablasaq görürük ki, xz, yz, xy-in cəmi bərabərdir 24-ə. Yəni doğru cavabımız C. Sonuncu sualımız. 2 dost kafeye getməyə və burada 18:00 ilə 20:00 arasında görüşməyə razılaşdılar. Əgər hər hansı bir biri kafeyə 19:30-dan gec gəlməyibsə, onda 30 dəqiqə gözləməlidir. Əgər hər hansı bir kafeyə 19:30-dan gec gəlibsə, 20:00-a qədər gözləməlidir. P-dədir. Görüşmə ehtimalı 16 P nədir? Deməli, A götürək hər hansı bir. Bu olmalıdır 1 ilə 120, yəni mənfi 120 arasında. Yəni dəqiqəni göstərir. Gecikmə və deməli vaxtında gəlməyə görə 1 ilə 120 arasındadılar. Modul x sağ y-də 30-dan kiçik bərabər olmalıdır. Yəni x sağ y-in modulu 30. Gəlin buradan belə bir qrafiklə işləyək. Belə bir şey çəkək. Tamam. Deməli, buradan ya x sağ y 30-dur, ya da y sağ x 30-dur və y x sağ 30-dur. Bunu dedik. Y bərabərdir x sağ 30-a, ya da ki, y bərabərdir x plus 30-a. Gəlin bu xəttləri müvafiq olaraq buradan çəkək. Təqribi olaraq çəkdim. Baxın, bura 120. Bura 120'dir. Bura 30'dur. Bura 30'dur. Müvafiq olaraq bura 90'dır. Bura 90'dır. Bizə baxın, bunların arasında olan hissə, yəni baxın, bu hissədəki buranın sahəsini tapmaq lazımdır. Ona görə də digərlərinin sahəsindən çıxırıq. Yəni ümumi kvadratın sahəsindən bu üçbucaqların sahəsini çıxıram. Yəni 120'nin kvadratından çıxıram 90'ın kvadratını. Bunu da bölüm 120'nin kvadratına. Bu deyir 4'ün kvadratı çıxılsın 3'ün kvadratı bölünsün 4. Yəni 7 bölək 16. Bu P'dir. Bizdən də 16 P soruşurdu. 16'nı 16'da 7'yə vursaq cavab 7 olacaq A. Keçək 29'a. A ilə B müsbət tam ədədlərdir. Yazaq. Deyir ki, A-nın qiyməti aşağıdan hansı ola bilər? Baxsaz görərsiniz ki, A 13, B-nin 5 qiymətində ödənilir. Yəni 65 çıxaq 12, 53. Yəni bunu imtahanda ən rahat yolu budur. Onsuz hansı ola bilərdir? Yəni variantlardan da qoyub görə bilərsiniz ki, A-nın 13 qiymətində. 30-cu suala baxaq, son suala. Son sualımızdır. ABC üçbucağında A 30 dərəcədir qeyd edim. BS 5 kök altda 6 üstə gələk 5 kök altda 2-də AB BC-dən AC BC-dən böyükdür. M ilə N AB və AC-nin üzərində seçilib ki, MB BC S-nin bərabər olsun. SM ilə B-nin orta nöqtələr arasındakı olan məsafə, yəni baxın bu məsafəni istəyir. Tamam. S-dən orta nöqtəyə gəlin xətt çəkək. Bu zaman deməli burada 90 dərəcə yaranacaq. Eynən də çəksək, burada 90 dərəcə olacaq. Bura sayklik olacaq bu öz yerində. Həm də burada bərabər yanlı bir üçbucaq yaranır. Bunlar da bərabər olur. Tamam, bunları dedik və buradan da dedik ki, bu nədir? Bu sayklikdir. Çünki 90-90 buradan fiqur, yəni çevrə keçir, belə bir şey. Tam yaxşı çəkmirəm təbii ki. Yəni burada BC diametri olur. Burada bir alfa, bura alfa deyirik. Çünki bu məlum məsələn böləndir. Burada beta betadır. Və bu qövsümüz olacaq. Yəni B, bura bir L deyim. Məsəl üçün burada bir P deyim. BL qövsümüz olacaq 2 beta. Burada olacaq 2 alfa şəklində.
Bura 30'dursa, deməli 2 alfa ilə 2 beta 150 olmalıdır. Alfa ilə betanın cəmi 75'dir. Biz buradan da bu qövsü 30 dərəcə tapırıq. Yəni bu bucaqda müvafiq olaraq 15 dərəcədir. İndi biz bunu sinusla yazmalıyıq. Deməli sinus 15 olacaq LP bölünsün 5 kök 6 plus 5 kök 2. Sinus 15 sinus deməli necə yazaq? 45 çıxaq 30 kimi yazsaq görəcəksiniz ki 1 bölünsün kök 6 üzərinə gəlsin kök 2-dir. Bərabərdir LP bölünsün 5 kök 6 plus 5 kök 2. Burada məlum məsələ LP'miz 5'ə bərabərdir. Yəni A variantı. Bu da bu sualların həlli idi. Ümid edirəm ki aydın olar. Təşəkkürlər.